Gənclərin vətənpərvərlik ruhunda böyüməsində təhsil müəssisələrindəki təlim-tərbiyənin də böyük rolu var. Bu istiqamətdə bir sıra layihələr həyata keçirilir. Sənədli filmlər də vətən sevgisini aşılamağın ən təsirli vasitələrindən biridir. Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəbin Unutmadıq, Unutmarıq layihəsi çərçivəsində ekranlaşdırılan Qəhrəmanlıq, Varislik adlı sənədli filmi də məhz bu qəbildəndir. Nizami Kino Mərkəzində filmin təqdimat mərasimi keçirildi. Çəkilişlərə əsasən Lənkəran, Göyçay və Bakıda aparılan ekran işinin layihə rəhbəri Xuraman Osmanova, rejissoru Nicat Cəlilov, ssenari müəllifləri isə Vahid Orucov və Barigəm Şirəliyevdir. Film bizim ikinci filmimizdir. İlk öncə biz tam 5 il əvvəl Şəhidlik Zirvəsi adlı filmimizi çəkdirdik. Məktəbimizin məzununun adını daşıyan filmi çəkdirdik. İndi isə Qəhrəmanlıq, Varislikdir deyə filmi çəkdirdik. Bilirsiniz, uşaqlar bu qəhrəmanlıqları görə-görə mənə elə gəlir ki, onların da qəlbində bir qəhrəman olacaq bir ideyası keçir. Filmin təqdimat mərasimində əvvəlcə vətənpərvərlik ruhunda musiqi nömrələri səsləndirildi. Daha sonra 20 yanvar hadisələrində Rusiya təcridxanasına göndərilən 46 Azərbaycanlı dustağı azad etmiş polis polkovnik leytinant Varis Məcidovun qəhrəmanlığı barədə məlumat verildi. Rusiyanın Ulyansk şəhərində Varis Məcidov polis işləyir və işlədiyi müddətdə xəbər alır ki, 46 Azərbaycanlı gəlir. Bunlar 7 qardaş bir qəhrəmanlıq göstərirlər. Onları nə vəziyyətdə çıxardırlar oradan, Azərbaycana döndürürlər, Azərbaycana gətirirlər. Filmin çəkilişləri 2 ay hardasa davam elədi. Bir neçə rayonlarda çəkilişlər oldu. 46 nəfərdən sağ qalanlar var, onları biz tapdıq. Qəhrəmanlıq, Varislikdir filminin təqdimat mərasimində Varis Məcidovun ailə üzvləri, ictimaiyyət nümayəndələri, məktəbin müəllim və şagird kollektivi və digər qonaqlar iştirak etdilər. Mən çox belə şad oldum ki, onun haqqında belə işlər görüblər. Yəni, onun adına küçə verilib, onda çox sevindim. Yəni, o həmişə yadda qalacaq, heç vaxt unudulmayacaq. Sənədli filmə Mədəniyyət Nazirliyi tərəfindən rəsmi lisenziya verilib. Ekran işinin yaxın vaxtlarda Praqa, ABŞ, İngiltərə və Almaniyada da nümayişi nəzərdə tutulub. Arzu Yusif, Xalid Əliyev, Ramilə Sultanova, Mədəniyyət xəbərləri.